Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə sobadan istifadə etmədən tez zamanda ən dadlı, ən ləzzətli yay şirniyyatı hazırlayıram. İlk öncə üzəri üçün sos hazırlayırıq. Mən hazır şokoladlı sosdan istifadə etdim. Sizlər evdə də bu sosu hazırlaya bilərsiniz. Qazana əlavə etdikdən sonra üzərinə 300 ml süd əlavə edib qarışdırırıq. Elə qarışdırırıq ki, içərisində topaq qalmasın. Ocağa aldıqdan sonra da qarışdırmağa davam edirik. Əlimizi saxlayarsaq dibi tutar, həm də içərisinə topaqlar əmələ gələr. Sos qaynamağa başladı. Təxminən 1 dəqiqə daha qaynadıb başqa qaba əlavə edirəm. Tez-tez qarışdırıram, üzəri qaysaq tutmasın. Hazırlamış olduğum bu hazır sosu sizlər nə ilə əvəz edə bilərsiniz? Onun da reseptini videonun açıqlama hissəsinə qeyd edəcəyim. Buyurub baxa bilərsiniz. İçi bağlama krem şantini qaba əlavə edirəm. Üzərindən buz kimi soyuq süd əlavə edirik. Süd əlavə etdikdən sonra mikserlə bir qədər çalırıq. Əgər süd yoxdursa, əvəzinə 1 stəkan su əlavə edə bilərsiniz. Hazır olduqdan sonra üzərinə 2 xörək qaşığı xama əlavə edirəm. Xama əlavə etdikdən sonra təxminən daha 1 dəqiqə çalırıq və ardından kremi soyuducunun buzluq olmayan gözündə gözlədirik. Krem bir qədər dincəlsin, digər ərzaqları hazırlayaq. Şirniyyatda istədiyiniz növ pechenyedən istifadə edə bilərsiniz. Mən sadə petibör pechenyedən istifadə etdim və gördüyünüz qayda ilə xırdalayıram. Peçenya da artıq hazırdır, onu da qoyuruq kənara. Təxminən 20-25 ədəd yaxşı yuyub tam quruladığım çələyi gördüyünüz qayda ilə doğrayıram. Şirniyyatı hazırlayarkən istədiyiniz növ meyvədən istifadə edə bilərsiniz, amma mənim fikrimcə ən gözəli, yəni bu şirniyyata ən yaraşanı məhz çiyələkdir. Kremin üzərinə öncə çiyələyi, ardından peçenyanın bir qismini əlavə edib qarışdırıram. Dəyərli izləyicilər, əgər bizi ilk dəfə bu videoda görürsünüzsə, yaxud bir neçə dəfə izləmişsiniz, hələ də abunə olmamısınızsa, sizlərdən xahişim kanala abunə olub, videonu bəyənib və fikrinizi şərh bölümündə qeyd etməyinizdir. Bu bizim üçün çox əhəmiyyətlidir. Beləliklə artıq hazırdır. Belə bir qaba əlavə edib qab boyunca hamarlayıram. Hazır olduqdan sonra sonda üzərinə hazırlamış olduğumuz sosu əlavə edirik. Hər tərəfə çatacaq şəkildə yayırıq. Hazır olduqdan sonra 2 saat soyuducuda gözlədib, ardından üzərini dilədiyiniz kimi bəzəyə bilərsiniz. Sobadan istifadə etmədən buz kimi sərin, dondurma dadında ləzzətli bir şirniyyat hazırladıq. Gördüyünüz kimi elə də çox ərzaqdan istifadə etmədik, amma bu ləzzət nəyə desəniz dəyər. Sizlər də yayın isti günlərində tez-tez hazırlayıb nuş edə bilərsiniz. Dəyərli izləyicilərim, belə gözəl reseptlərdən anında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olub videonu bəyənməyi unutmayın. Bu günlük bu qədər. Hələlik.